Salam əziz izləyicilər. Bugün hədəf kurslarına aid olan alkenlər və alkadenlər mövzusuna aid sınaq izahını sizinlə paylaşacağam. Keçək suallarımızın izahına. Alken üçün hansı ifadə düzgün, etilen üçün hansı ifadə düzgündür bizdən burada soruşulur. Etilen alkenlər sinifinə aiddir. Alkenlərdə də bir dənə ikiqat rabitə var, yəni doymamış birləşmələrdir. Hidrogen halogenoidlərlə birləşmir, səhvdir. Hidrogen halogenoidlərlə birləşmə əmələ gətirir. Deməli bu səhvdir. Bromlu suyu rəngsləşdirmir, səhvdir. Yəni pir rabitəsi olan əsas, yəni əksər birləşmələr bromlu suyu rəngsləşdirə bilirlər. Fəza izomerliyi yoxdur. Deməli, bizə doğruları istəyir. Baxaq bu variantlara. Molekulunda 4 sigma və 1 pi rabitə var. Yazıram CH2 bərabərdir CH2. İndi baxıram bura. Molekulda 4 sigma rabitə var. 2 dənə, 4 dənə hidrogen var, 4 dənə sigması var. Bir dənə də burada var, 5 dənə sigma var. Deməli, bu səhvdir. Sigma rabitələrin hamısı sp2 və s orbitalların ötürülməsindən yaranır. Bax, bu da səhvdir. Çünki burada sp2 və s də var. sp2-nin sp2 ilə ötürülməsinin əmələ gələn sigma rabitə də var. Deməli, bu da səhvdir. Cavabımız da C-bədir. Fəza izomerliyi yoxdur. Fəza izomerliyi cis və trans izomerliyidir. Cis trans izomerliyi olması üçün ikiqat rabitə ortaya yerləşməlidir və heç olmasa minimum 4 dənə karbon atomu olmalıdır. Keçirik ikinci sualımıza. Hidrogenə görə buxarlarının sıxlığı, yəni DH2 bərabərdir x bölünsün 2 49-dursa, deməli x-imizin kütləsi nə qədərdir? 98-dir. Buradan tapıram ki 14N, çünki alkenlərin formulu CnH2n olduğuna görə 14N bərabər 98 isə N neçədir? 7-dir. Deməli bizim N'imiz neçə oldu? 7 oldu. Burada deyir ki, əsas zənciri 4 dənə karbon atomu var. Əsas zənciri 4 dənə karbon atomu varsa bu hissəni silirəm, yazıram. 4 dənə karbon əsas zəncirdə və bilirik ki, burada nə olmalıdır? Bir dənə rabitə olmalıdır. Və bunu ona görə qoyuram ki, mən radikalları çıxarda bilim. Ortada qoysam radikal çıxarda bilməyəcəm. İndi baxıram burada. Hidrogenləri daha yazmıram və adlandırarkən pi rabitə, yəni ikiqat rabitə yaxın olan tərəfdən nömrələnir. 1, 2, 3, 4. 2, 3, 3, trimetil buten 1. Cavabımız da C bəndi eləyəcək. Üçüncü sualımızda reaksiyada dəyişən nədir istəyir bizə? Karbonun valentliyi dəyişmir burada. Deməli, dəyişəni istəyir bizdən. Dəyişmir bu. Hibrid orbitalların sayı bəli dəyişir. Məsələn, burada karbon sp2, sp2 desə, burada olub sp3, sp3. Deməli, dəyişilib bu. Karbonun oksidaşma dərəcəsi, yəni karbonun oksidaşma dərəcəsi dəyişmir. Cavabımız dəyişən istədiyinə yalnız 2 olacaq. D bəndi. Keçək növbəti suala. Dördüncü sualda karbhidrogen verib alken. Alkenlərimiz necədir? CnH2n-dir. Molekulda sigma, karbonla karbon arasında sigma rabitələrin sayı n-dirsə, əgər karbonla karbon arasında sigma rabitənin n-dirsə, onda karbonların sayı sigma rabitələrin sayına bir vahid çox olmalı. Deməli, biz n-in yerinə n plus 1 yazmalıyıq. Cn plus 1, H2n plus 2 eləyəcək. İndi burada alkenin mollar kütləsini istəyir. N plus 1 dənə karbon varsa, bir dənəsinin kütləsi 12-dirsə, n plus 1 dənəsinin kütləsi eləyəcək 12n plus deməli 12. Üzərinə gəlinsin. Bir dənə hidrogen 1 qramdır. 2n plus 2 dənə hidrogen də 2n plus 2 qramdır. Toplayanda nə qədər eləyəcək? 14n plus 14. Cavabımız da Y bəndi. Keçək növbəti sualımıza, yəni 5-ci suala. 5-ci sualda deyilir ki, xlorpren molekulunda hansı orbitalların örtülməsindən yaranan rabitə mövcuddur? İndi biz xlorprenin quruluşunu çəkək. Deməli, mən əsasən hidrogenləri yazmıram. Burada yazacağam. Deməli, bura H2. Burada hidrogen olmayacaq. Çünki karbon 4 valentli olduğundan 4 rabitədən çox əmələ gətirə bilməyəcək. İndi baxaq, xlorpren molekulunda hansı orbitalların örtülməsindən yaranan rabitə mövcuddur? İndi baxıram, dairələr biz bilirik, S-i bildirir. Belə olanlar P elementini bildirir. Əgər belə verilibsə, bir hissəsi böyük, bir hissəsi balaca, bu hibridləşmiş orbitalları bildirir. Məsələn, buraya yazıram sp3. sp2 bağışlayın, sp2, sp2, sp2. Bütün karbon atomları nə oldu? sp2 hibridləşmə vəziyyətində oldu. Deməli, birincini biz götürə bilməyəcək. Çünki burada dairə s orbitaldır. S orbitallarımız bizim hidrogenlərdir. Hidrogen olduğuna görə
Belə sonsuzluq işarəsi, tam düzgün sonsuzluq işarəsi bizim xlorumuzu bildirir və burada görürəm ki, xlorla hidrogenin birləşdiyi bir rabitə yoxdur. Deməli, mən 1 götürə bilməyəcəm. 1 getdi. Sonra baxıram, ikincisinə baxıram. İkincisində hibridləşmiş orbitalların bir-birlə reaksiyası. Məsələn, karbon burada sp2-dir, digər karbonla birləşib sp2. Deməli, hibridləşmiş halında bunu götürə bilərik. Sonra 3-ə baxıram, yəni hidrogenlə hidrogenin birləşməsi belə bir reaksiyada, yəni rabitədə yoxdur. Deməli, mən 3-ü də ötürə bilməyəcəm. Cavabımız da qalır buradan. Bu karbonu bildirir. Bu da nəyi bildirir? Xloru bildirir. Yəni karbonla xlorun burada rabitəsi olduğuna görə mən cavab 2 ilə 4-ü götürəcəm. Cavabımız da bəndə ediləcək. Sonra penten 1-in H-bromla reaksiyasından hansı birləşmə var? Deməli, penten 1-i mən yazıram. Penten 1. Üzərinə mən H2, H2 və H3. Üzərinə mən nə yazıram? H-brom gəlirəm. Bu H-bromu gələndən sonra reaksiyanı bu istiqamətdə yazıram. Markov-Nikol qaydasına uyğun gedəcək. Hidrogenin 2 qat rabitənin ətrafında 2 dənə karbon yoxdur. Bu hidrogen çox olana birləşir. Brom isə hidrogen az olana birləşəcək. Və buradan alınacaq CH. Və burada 2 qat rabitə qırılır. Yəni bir rabitə qırılacaq. CH3, CH2, CH2, CH2 və CH3. Deməli, alınacaq buradan nə? Bromu unutdum, üzrlü sayın. Bromda nə eləyəcək burada? Hidrogeni yazacağım, bromu da bura birləşdirəcəm. Nömrələyəndə də halogenoidin yaxın olduğu tərəfdə nə eləyəcəm? Nömrələyəcəm. Və belə olacaq. 2 brom pentan olacaq. Cavabımız da eləyəcək B bəndi. Keçirik növbəti suala. Bizə reaksiya verib. Bu alkenin bromlaşma reaksiyasıdır. Bromlaşma reaksiyası suyun rəngsizləşməsi baş verəcək. Bu düzdür. Adi şəraitdə bəli gedir. Əvəz etmə reaksiyası deyil. Bromlaşma reaksiyası, yəni suyun alkenlərin bromlaşması, nədir? Bromlu su rəngsizləşdirməsi birləşmə reaksiyası, əvəz etmə deyil. Yəni burada pirabitə qırılacaq. Pirabitə qırılır və bromlar da karbonlara birləşir. Cavabımız da eləyəcək 1-2 D bəndi. Keçirik növbəti suala. Növbəti sualımızda deyir ki, 0,2 mol karbhidrogenda 0,4 mol brom birləşir. Deməli, bunu götürüm 1 mol, bunu götürüm 2 mol. Yəni, hər tərəfi 0,2-yə bölümdə. Bu da eləyəcək 2 mol. Deməli, 1 mol karbhidrogendən 2 mol brom birləşdirir. Deməli, bunun 2 dənə pirabitəsi var və ya 3 qat rabitəsi var. Yəni, 2 dənə pirabitəsi olsun. İndi baxıram, C4H8 alkenlərdə. Alkenlərdə bir dənə pi var. C4H10 alkanda. Alkanlarda ümumiyyətlə pirabitə yoxdur. Deməli, cavabımız qalır ya B-dir, ya C-dir, ya da Y-dir. Yandıqda deyir ki, 2 mol su əmələ gətirəcək. 2 mol su. 2 mol suda baxıram, 2 dənə və 2 deyir 4. Deməli, 4 dənə hidrogeni var. Bunun cavabımız eləyir C bəndi. Keçirəm 9-cu suala. Mən 9-cu suala bundan əvvəl baxmışam və sual düzgün qurulmamışdır və almaq olmur. Buna görə bunu izah eləməyəcəm, çünki sualda səhvlik var. Keçirəm 10-cu suala. 10,5 qram alkenin bromlaşmasına 400 qram 10% bromlu su sərf olunmuşsa alkenin formulunu bizdən istəyir. Deməli, mən buradan tapıram ki, bu 40 qramdır. Elə deyil, 40 qramdır. Yəni 400-ün 10%. Bunları vergülü sağa fırladıram. 105 qram alkenə. Deməli, biz 40 qram nə sərf edirik? 40 qramdırsa, fırladanda bura bir dənə sıfır əlavə edirəm. 400 qram mən brom sərf edirəm. 1 mol alkenlər özlərinə 1 mol brom birləşdirir. 1 mol bromun kütləsi 160 qramdır. Buraya yazıram 160 qram brom və buradan tapmalıyam ki, bu alkenin kütləsi nə qədərdir. Və tapmalıdır, yəni bura x də yaza bilərəm, 14n də yaza bilərəm, fərqi yoxdur. Yazıram bura 14n. Və buradan n tapmaq üçün nə edəcəm? N tapmaq üçün 105-i vuracam 160-a, böləcəm 400 vurulsun neçəyə? 14. Buradan sıfırlar gedəcək. Və bu 4-ə 4 dəfə, bu 4-ə 10 dəfə eləyəcək. Bu 2-yə, deməli 2 dəfə, bu 2-yə 5 dəfə. 105-i 2-yə vuranda eləyir 210. 210-u da mən buradan 70-ə bölsəm, cavab da eləyəcək 3. Deməli, karbon sayımız nə qədərdir bizim? 3-dür. Yəni C3H6 olacaq, cavabımız da B bəndi. Keçək 11-ci sualımıza. Buten 1 üçün doğru ifadələri müəyyən edin deyir bizə. Yəni, buten 1-də doğru. Yəni, buten 1-in quruluş formulunu çəkək sizinlə. Buten 1 yazdı. Deməli, buten 1-dirsə birinci rabitədə pirabitə olacaq.
Bu yazanda karbon atomlarının hamısı sp2 səhvdir. Yalnız ikisi sp2 birləşmə halındadır. Cis trans izomeri var. Xeyr. Cis trans izomer olması üçün piraptid ortada yerləşməlidir. Yəni burada kənarda yerləşdirilən burada cis trans izomer ola bilməz. 1 pi və 11 dənə sigma rabitəmiz var. Bu düzdür. H-klor Markov-Nikov qaydası ilə üzrə birləşir. Bəli, Markov-Nikov qaydasına görə H-klor birləşərkən hidrogen hidrogeni çox olana, xlor da, yəni halogen oyetdəki hidrogeni az olana birləşəcək. Deməli, bu da düz cavabımız eləyəcək 3, 4. Deməli, 12-ci sualda uyğunluğu müəyyən edin deyir bizə. Pentadiyenin siniflər arası izomeri. Pentadiyenin siniflər arası izomeri deyirsə, deməli, pentadiyen alkadiyenlər sinifinə aiddir və alkadiyenlər də alkinlərlə izomerdir. Cavabımız buradan 1-ə gedəcək. Pentadiyenin 1-3-ün quruluş izomeri. Quruluş izomeri nə olsun? Karbon sayı N olsun, amma quruluşu fərqli olsun. Məsələn, cavabımız 2-yə gedə bilər. Pentadiyenin homoloqu, yəni eyni sinifə aid olsun, amma karbon sayı fərqli ola bilər. Baxıram, buradan cavab D-bəndi gedəcək. Butenləri görürsünüz, bunlar alkenlər sinifinə aiddir. Bunların butadiyenlə, yəni alkadiyenlərlə heç bir əlaqəsi yoxdur izomer olaraq, homoloq olaraq. Onun üçün biz A ilə Y variantını götürməyəcəyik. 1-ə C, 2-yə B, 3-ə D. Keçək növbəti situasiyalara. Müəllim içərisində etil spirti və qatı sulfat turşusu qarışığı olan sınaq şüşəsini ştativə birləşdirdikdən sonra qazaparan boru ilə içərisində bromlu su məhlulu olan digər sınaq şüşəsinə birləşdirdi. Qarışığın qızdırılması zamanı ayrılan X qazı bir müddət sonra bromlu su məhlulunu tamamilə rəngsizləşdirdi. X qazının kimyəvi formulu deməli, əgər aldığımız maddə X qazı bir müddət sonra bromlu suyu rəngsizləşdirirsə, deməli nə olacaq bu? C2H4-dür. Yəni etilendir. Etilen. Etilenimizdir. Kimyəvi formulunu yazdı. Bromlu suyu rəngsizləşməsinə səbəb olan reaksiyanın tənliyi. Bromlu suyu rəngsizləşdirmə yazıram. C2, CH2, CH2 üzərinə brom gəlirəm. Brom 2 gələndə nə olacaq? Bir-birinə birləşir. CH2 buradan brom, CH2 buradan da brom. Əmsallaşdırmaqda bir-bir nisbətində olur elə. Bu reaksiya nəticəsində 400 qram 10% bromlu su, yəni 40 qram bromlu su məhlul rəngsizləşərsə reaksiya daxil olan X-i. Deməli, biz bilirik ki, CH4-ün kütləsi 28 qram. 28 qram girəndə 1 mol, yəni 160 qram özünə birləşdirirsə brom. 40 qram əgər brom birləşdirirsə bunun kütləsi nə qədərdir? Tapıram bunun kütləsini. Tapsam, 4 dəfə azaldıram, kütləsini 7 edir. Deməli, 4 dəfə azaltsam, 1 molu 4 dəfə azaldan nə qədər edir? Həcmini istəyir də bizdən. 0,25 edir, o da 5,6. Çünki bizdən həcmlə istəyir, 5,6 litr eləyəcək. Cavabımız da 5,6 elədir. Suallarımızın izahı bu qədər idi. Bu və bunun kimi sual izahlarını görmək istəyirsinizsə kanalımıza abunə olmağı unutmayın. Hələlik.